Deməli, biz əvvəlki dərsimizdə qeyd eləmişdik ki, maliyyə hesabatlarını əldə etmək üçün, yəni mühasib hansı mərhələləri keçməlidir. İlk mərhələni demişdik ki, onun sənəd əsası olmalıdır. Bunu demişdik. Və ikinci mərhələ nə idi? İkinci mərhələmiz o ki, əməliyyat jurnalı olmalıdır. Əməliyyat jurnalı nə ilə bağlıdır? Əməliyyat jurnalı onunla bağlıdır ki, əməliyyatların qeydiyyatı jurnalı idi. Yəni biz ilk əvvəllər artma və azalmanı plus minusunu ifadə edirdik və keçən dəfəki dərsimizdə də gördüm ki, biz onu debit kreditini ifadə elədik. Və ifadə elədik ki, aktivdir, xərcdir, dividenddir. Bunlar artması debit, azalması kreditdədir. Əksinə kapital öhdəlikdir, gəlirdir. Bunların artması kreditdir, azalması debitdədir. Bugün isə T-hesab metodunu keçəcəyik. Öncədən deyimiz T-hesab metodunun özü bir mərhələ deyil, metoddur. Yəni sənəd də deyil. Səbəb nədir? Bu bir hesablama üsuludur. Tutaq ki, biz yəni növbəti hər hesabın qalığını tapmaq üçün, tutaq ki, biz keçən dəfəki əməliyyat jurnalında gördük ki, pul əməliyyatında həm plus var, həm minus var və ya həm debiti var, həm krediti var. Ancaq bu bizə belə bir nəticə vermir. Biz əldə eləmək üçün ki, bunun debit qalığı nə qədərdir, yəni son qalığı nə qədərdir, bizim hesablanma üsuluna yarayır, T-hesab metodu yarayır. Bu T hərfinə oxşardığına görə, yəni buna T hərfini ifadə edirik, yəni debit deyirik, buna kredit deyirik. Yəni T hərfinə, sol tərəfinə debit deyirik, sağ tərəfinə kredit deyirik. Yəni dolayı yolla biz plus minus debit kreditini ifadə eləmişdik. İndi isə debit kredit isə vizual olaraq necə təsvir eləməliyik, daha rahat başa düşülməsi üçün biz onu T-hesab formasında ifadə edirik. Gör T-hesab nədir? Bizə nəyə bildirir? Və faydası nədir? Birincisi, T-hesab bizə bildirir ki, müxabiləşmənin daha asan başa düşülməsinə kömək edir. Məsələ həll elədikcə onu da müşahidə olunacaq ki, yəni T-hesab olarkən hətta siz ola bilər ki, əməliyyat jurnalı olmadan birbaşa T-hesaba qeyd ediləsiniz. Bu da olacaqdır. Yəni, daha asan başa düşülməsinə kömək. İkincisi, müxabiləşmə nəticələrinin daha asan əldə edilməsinə kömək edir. Necə asan əldə edəcək? Məsələn, pul vəsaitləri hesabı. Kreditdə də var, debitdə. Ancaq bu bizə nəticə vermir. Niyə? Artma azalmanı göstərir. Artma azalmanın nəticəsini verməsini eləmək lazımdır. Artmadan azalmanı çıxartmaq lazımdır ki, nəticəni əldə edək. Bu necə çıxacaq? Bunu T-hesab vasitəsilə çıxacaq. Üçüncüsü, səhvlilərin qarşısının alınmasına kömək edir. Biz T-hesabda hesablamanı daha asan əldə edəcəyik və səhvlilərin qarşısını alacaq. Elə bir T-hesab nəyə oxşur? Elə bil ki, kalkulyatordakı bərabəri işarəsidir. Proqram təminatlarında bir estərdə isə T-hesab elə bil ki, onun arxa planda hesablama mexanizmini göstərmək üçün. Və müxabiləşmə deyəm, son qalan tapılmasına kömək edəcək. Yəni T-hesab yəni əməliyyatlarda baş verən yəni artma və azalmayı hesablamaq üçün, doğru nəticəni əldə eləmək üçün, səhvlilərin qarşısını almaq üçün, müxabiləşmə daha rahat başa düşmək üçün texniki və ya vizual bir hesablama üsuldur. Yəni bu biz mərhələ deyil. Sadəcə elə bil ki, T-hesab üsulu əməliyyat jurnalı ilə, sənəd olan əməliyyat jurnalı ilə növbəti dərsdə keçəcəyimiz sınaq balansı dediyimiz trial balans arasında bir köprü rolunu oynayır. Yəni bu bir hesablama üsuludur. Və keçən dəfəki dərsdən də bilirik ki, yenə aktivdir, xərc dividend, bunlar artması kreditdir, azalması artması debitdir, azalması kreditdir. Əksinə öhdəlik kapital gəlirinin isə artması kreditdir, azalması debitdir. 3'ü 1'dir, 3'ü 1'dir. Və demişdik ki,
kapital, bax bunların elementlərinin özü də yadda saxlayın. Dolayı yolla, gəlir olsun, xərc olsun, dividend olsun. Bunlar kapitalın alt elementləridir. Niyə? Çünki gəlirdən xərc çıxıram. Onun dividend çıxanda qalacaq mənim nəyim? Bölüşdürülməmiş mənfəətim. Onu da gələcək kapitalın üzərinə. Yəni dolayı yolla bunların özü də bilavasitə kapitalın alt elementləridir. Və biz bunu bu cür ifadə eləmişdik. Yəni bu cür ifadə eləmişdik ki, dolayı yolla biz bu cür onu qısa formada ifadə edə bilərik ki, bunu daha rahat başa düşürük. Yenə deyim, biləsən ki, aktiv olsun, xərc olsun, dividend olsun, elə demək deyil, bunlar hər zaman debetdə artırlar. Və yaxud öhdəlik kapital gəlir, elə demək deyil ki, bunlar hər zaman kreditdə artırlar. Xeyr, aktiv xərc, dividendin artması debetdə, azalması kreditdədir. Öhdəlik kapital gəlirin isə tərsinə. Onların artması kreditdə, azalması debetdə. Qısacası biz bunu belə ifadə edə bilərik. Görürsünüz, aktivdir, xərcdir, dividenddir. Bunların artmasını görürsünüz, plusla debet kimi. Öhdəlikdir, kapitaldır, nizamlama kapitaldır, gəlir. Nizamlama kapital artıq kapitaldan ayrıca bir bölmə kimi qeyd edirəm ki, yavaş-yavaş gözünüz öyrəşsin. Yəni, kapitaldır, görürsünüz, hamısı kreditlər. Öhdəliyin üstü. Yəni, elə bir ki, mən burada debet krediti vizual hesablanma üsulunu elədim. Yəni, neyim? Buna qoyma, elə bir T hesabı, T hərfi qoymasaydım burada nə olacaqdı? Yenə olacaqdı ki, öhdəlik debetdə azalır, kreditdə artır. Niyə elədim? Mən T kimi elədim, daha rahat başa düşülməzdir. Biz hansı nəticələr əldə edirik? Birinci nəticəmiz. T hesab öz bazasını əməliyyat jurnalından götürür. Bu nə deməkdir? Bu o deməkdir ki, əməliyyat jurnalı biz səhvliyə yol versək, səhvimiz olsa, T hesabda onu səhv əksələtdirəcək və səhv gedəcək. Və növbəti mərhələdə səhv nəticə əldə edir. Ona görə də çalışıb əməliyyat jurnalı səhvliyi əldə etmək lazım deyil. Bəs yaxşı, deyə bilərsin, mən bir T hesabda nə biləcək səhvliyi? Ən çox nədə bilirik? T hesabda səhv olduğunu sınaq balansında bilirik. Buna sonraki dərsdə biləcəyik ki, orada səhvliyimiz hardadır. Niyə? Çünki orada bərabərlik alınmayacaq. İlk anda hiss etməyə bilərik. Yəni, qısacası belə, əməliyyat jurnalı mütləq səhv olsa, T hesabda mütləq səhv olmasına səbəb olacaqdır. Sonra, hər bir hesab adına bir T hesab yaradırıq. Məsəl üçün, 5 dənə pul vəsait hesabı varsa, 5 dənə pul vəsait hesabı varsa, biz nə edəcəyik? 5-i debetdədir, 3-ü kreditdədir. Belə fərz edeyim. Bu o deməkdir ki, bunların hamısı biz bir T hesabda göstərəcəyik. Debetlər bir yerdə göstərəcək, kreditlər bir yerdə göstərəcək. Ona görə hər hesab adına uyğun bir hesab yaradacaq. Eyni adlı təkrar hesab yaratmır. Buna ehtiyac yoxdur. Çünki bizim hədəfimiz T hesab bizə nə verir? Hər əməliyyatın son nəticəsini əldə eləməyə verir. Yəni nədir? Debetdə də kreditlər çıxacaq və kreditin debetlər çıxacaq, bunu əldə edəcək. T hesabda debet və kredit hissələri ayrı-ayrılıqda toplayacaq. Debetlər bir toplayacaq, kreditlər bir toplayacaq. İlk öncə dərsi daha rahat başa düşün. Ancaq mən bunu əməliyyat jurnalının elədiyimiz bir məsələnin üzərindən T hesabını da eləyəcəyim. Yenə dediyim, aktiv xərc dividend elementi üzrə cəmi debetdən, gördünüz, cəmi kredit çıxılır. Niyə? Çünki bunların artması onsuz da debetdədir. Ancaq öhdəlik kapital gəlir elementi üzrə isə əksinə olur. Cəmi kreditin cəmi debitlər çıxılır. Yəni, hər hesabında bir giriş artma və
çıxış azalma hissəsi var. Yəni dolay yolla belə ilkin qalıq aktiv xərc dividend keçmişdən qalan ilkin qalıq varsa, bu nə deməkdir? Bu o deməkdir ki, ilkin qalıq elə o debet qalıqdır. Öhdəlik kapital gəlirin isə ilkin qalığı elə varsa keçmişdə, o da kredit qalığı. Bu cəm işarəsidir. Cəmi debetdə cəmi kreditlər çıxırıq. Öhdəlik kapital gəlirdə isə cəmi kreditlərdən cəmi debet çıxır. Aydındır. Bunu hesab kimi necə göstərə bilərik? Baxın, hesab kimi budur göstərə bilərik. Gördünüz? Debet, kredit. Aktiv xərc dividend elementləri. Cəmi debetdən kreditə çıxır. Yəni, biz bu hissəni toplayacağıq, bir hesab yaradacağıq, pul vəsaitlərində bir hesab yaradacağıq. Nizamlama kapitalına bir hesab yaradacağıq. Məsələn, kreditor borca aid bir hesab, mal hesabına aid bir hesab yaradacaq. Əmək haqqı öhdəliyinə aid bir dənə hesab olacaq. Əmək haqqı xərcinə aid bir dənə olacaqdır. Verilmiş borca aid bir dənə olacaqdır. Təhsil borcuna gördünüz, hər hesab adına uyğun bir hesab yaradacaq. Sadəcə debetdədirsə əməllər jurnalı debet hissəyə yaradacaq. Kreditdədirsə kredit hissəyə yazacaq. Sonradan debetdə kreditlər çıxacaq. Öhdəlik kapitalda isə tam tərsinə, gəlirdə isə tam tərsinə. Burada isə kreditlərdən debitlər çıxacaq. Bu bizim hesabımız. Razısınız. Biz keçəndə 3 nömrəli məsələni eləmişdik. 3 nömrəli məsələnin əməliyyat jurnalarının üzərindən bu məsələni davam edəcəyik. İlk öncə baxırıq əməliyyat jurnalına. Əməliyyat jurnalı. Baxırıq. Bax, burada da pul vəsaiti var, burada da var, burada da var. Görürsünüz, burada üçü debetlədir, bu kreditlədir, bu təkrar debetlədir, bu debetlədir. Görürsünüz, bu kreditlədir, görürsünüz, bu kreditlər, gördünüz. Ancaq neçədən pul vəsaiti? Bir 6-7 dənə var pul vəsaiti. Bir dənə pul vəsaiti adlı hesab yaradacağım. Adını nəyə qoyacağım? Bu hissəyə yazacağım pul vəsaiti. Gördünüz. Pul vəsaiti. Gördünüz. Yaratdım. Qaydamız nə idi? Hesab öz bazına əməliyyat jurnalına götürür. Hər bir hesab adına bir hesab yaradır. Baxdıq. Bu hesabın adı nədir? Pul vəsaiti. Nə qədərdir? 10.000'dir. Hardadır? Hardadır? Tamam. Debetdə gördüm. Gətirəcəm burada. Debet hissəyə yazacağım. Mənbəyi hardandır? Bunu indidən yazım ki, gələcəkdə bizə lazım olacaqdır. Mənbəyi hardandır? Nizamlama kapitalıdır. İkinci hansı hesabdır? Bu mənbə söhbətin çalışın ancaq daha çox pul vəsaitini mütləq yazır. O birlərini mütləq olmaya bilər. Pul vəsaitini mütləq yazır. İkinci nədir? Nizamlama kapitalı. Gördünüz. O adlı hesabım, bu hesabım var, yoxdur. Gördünüz. Gələcəm oradan bu adlı bir hesab yaradacağım. Bax. Nizamlama kapitalı. Gördünüz. Əməliyyat jurnalına baxıram. Nə qədərdir? 10.000'dir. Hardadır? Kreditdə. Gətirib kreditinə 10.000 yazacağım. Görürsünüz. Sonra keçdik ikinci. Hansıdır? Pul vəsaitidir. Bu adlı hesabım var? Var. İkincini yazmağa ehtiyac yoxdur. Bəli, tələsməyin. Bax, bu adlı hesabım var? Var. Gördünüz. Varsa, haradadır? Debetlər. Bəli. Sadəcə bunun yanına təhsil bu. Deməli, yazacağım bura 20. Gördünüz. Burada yazacağım təhsil borcu ki, bu bizə lazım olacaq. Gələcək hesabat tərtib eləməkdir. Cütü nədir? Təhsil borcunun özüdür. O təhsil borcu adlı hesabım var? Yox, hesabım var? Yox. Bir də təhsil borcu hesabı yazacaq. Kredi, bəli, kreditdir. Gördünüz. Sonra keçdim. Yenə pul vəsaiti var? Var. Nə qədərdir? Bu da 20.000'dir. Sadəcə bunu bank krediti adını yazacağım. Bildinizmi? Gələcəm bura, eyni şeyi burada yazacağım.
Burada yazacağım sadəcə bank krediti. Bank krediti. Sonra gəldim növbətidə. Bank krediti adlı mənim hesabım yoxdur. Yəni mənim burada yazdıqlarım izah xarakterlidir. İzah xarakterlidir. Bunun yəni aidiyyəti yoxdur. Yəni bu adlı hesablar mütləq bu mənə izah etsin. Yazmaya da bilərəm. Yəni tövsiyə edirəm yazarsan bizə gələcək hesabatda lazımdır. Bank krediti. Gördünüz? Buyur. Yenə ki, hamısını bir təhsildə yazarsan. Bəli. Necə pul onun kimi. Nə qədərdir bank krediti? Yenə bank krediti nə qədər? 20.000 gör. Gəldim. Bəli, bu dəfə də yenə kreditdə yazır. Orada kreditdədir. Diqqətli olmaq lazımdır. Mal ambarı, mal kompüter yoxdur. Görürsünüz, yoxdur. Gəldim o adlı bir dənə hesab yaratdım. Gördünüz? Burada baxıram hardadır? Debitdədir. Görürsünüz. Gətirib burada debitdə yazacağım. Pul vəsaiti bax kreditdədir. Görürsünüz. Mən bunu artıq 4.000'ni kreditdə yazacağım. Bax burada yazacağım. Bax. Sadəcə yazacağım ki, məsələn, mal alış üçün. Bəli, yaza bilərəm ki, məsələn, mal ambarı üçün alınıb da, yəni mal alış üçün almışım. Belə mal alışı məsəl üçün. Gördünüz? Sonra gəldim keçdiyim növbəti mal xərci. Adlı hesabım var, yoxdur. Deməli, mal xərci adlı yaradacağım. Gördünüz? Gəldim mal xərci adlı bir hesab yaratdım. Diqqətli olmaq lazımdır. Adın yazdıqca özünə uyğun xananı qeyd eləmək lazım. Yadından çıxmaz. Yadından çıxsa sonunda doğru almayırsan. Burada debitdə, burada düzgün qeyd eləmişsənsə %100 orası doğru gedəcək. Mal ambarım var. De bax buradadır. Gör, ikincini yaratmıram. Sadəcə bunu bəli kreditdə yazıram. Bax burada yazıram. Bəli, burada yazıram. Sonra gəldim pul vəsait. Yenə ehtiyac yoxdur. 3.000. Gördünüz? Sadəcə hardan gəlibdir pul? Mal gəlir hesabına yazıram. Bəli. Burada yazacağam. Məsələn 3.000'i təkcə burada yazacağam. Ona görə mən burada hesabı böyük qoymuşam. Bildinizmi? Ki bu bizə böyük olması lazımdır. Ən çox əməliyyat burada baş verir. Debitor borc adlı hesabım yoxdur. Gördünüz. Debitor borc adlı hesabı avtomatik yaradılsın. Debitor borc. Gördünüz. Nə qədərdir biz burada baxırıq? Biz burada baxırıq ki 1000 manat. Çalışırsa debitor borcu məsələn 1000 manatsa, mən burada yazacağım ki, məsələn, mal gəlir. Niyə? Mal. Niyə yazıram? Mal. Çünki ona görə yazıram ki, sabahsız gün o mənə lazım ola bilər. Niyə? Sabah xidmət bunu belə yaza bilər. Bunu da belə də eləyə bilərik, məsəl üçün. Elə bunu, məsəl üçün, debitor borc bir yerdə də yaza bilərik, ayrıca da yaza bilərik. Hələ ki, bir yerdə yazaq. Bəli, bunun mal da, debitor borc mal da elə, belə də elə. Yəni, fərqi yoxdur. Lab istəyirsən, ayrı yazaq, eyni şey alırsın. Bildiniz mi? Məsələn, bunu yazsaq mal. Məsələn, mal. Gördünüz? Bəli, maldır. Nə qədərdir? Biz bildik ki, 1000 manatdır. Mal gəlir hesabım var. Bəli, var. Yoxdur. Görürsünüz, nə qədər? 4000'dir. Həmin an mal gəlir, bir dənə hesab yaradır. Görürsünüz, nə qədərdir? 4000'dir. Gəlir hesabı kreditdir. Bax. Sonra gəldim pul vəsait hesabı. Pul vəsaiti. Varımdır. Eləmi? Bəli, ona sadəcə xidmət yazacaqsan. Bildinizmi? Bax, mən gələcəm bura. Burada eyni şey yazılır. Sadəcə bunu xidmət gəlir yazacaqsan. Nə qədərdir? 1000 manat. Xidmət gəlir. Gördünüz? Yox, 2000'dir. 2000'dir. Yox. Burada 1500'dir. 1500'dir. Görürsünüz 1500'dir. Burada 1500'dir. Görürsünüz
1500, 1000 deyil. 1500. Bildiniz? Debitor borc. Bu nə ilə bağlıdır? Məsələn, buna yazaq mal. Maldır. Görürsünüz? Bunu bir yerdə də yaza bilərsiniz bunlar. Yəni bir yerdə də yaza bilərsiniz. Bəli. Bəli, mən yazıram ki, xidmət gəlirim yoxdur. Məsələn, bu deyil. Yəni bunlar onun çeşidləridir. İstəsə bir yerdə də yaza bilərsiniz. O doğru alınacaq. Narahat olmayın. Gələm. Məsəl üçün, buraya yazdım xidmət gəlir, gördünüz. Baxıram, nə qədərdir debitor borc? 500 manatdır. Haradacı debitdədir. Artıq bilir ki, debitor borc aktiv hesab və debitdə olur. Sonra növbətdə gəldim, xidmət gəlir. O adlı mənim hesabım yoxdur, bəli yoxdur. Demək, o adlı hesab yaradacaq və 2000-dir. Bəli, kredit yazır. Niyə? Çünki o gəlir hesabları kreditdədir. Sonra gəldim, əmək haqqı xərci, əmək haqqı öhdəlik. Bunun heç birində mənim hesabım yoxdur. Gördünüz. İkisinə də yaradıram. Birini yaradıram bura əmək haqqı xərci. Birini də yaradıram bura əmək haqqı öhdəlik. Gördünüz. Nə qədərdir? Hər ikisinin 1500 manatdır. Hər ikisinin 1500 manatdır. Bunda sadəcə debitdədir, bunda kreditdədir. Sonra gəldim. Əmək haqqı öhdəliyim var. Varsa azaldır bunu. Burada debitdədir, burada kreditdədir, burada debitdədir. Görürsünüz, burada debitdədir. Bəli. Bunu gətirim, əmək haqqı debitini mi yazacaq? Sonra gəldim avadanlıq. Avadanlıq adlı hesabım yoxdur. Üzrəyəm. Pul vəsaiti, 1000 yazdıq. Pul vəsaitin burada nə edib? Azalıbdır. Hara gedib? Əmək haqqı ödənişinə. Bəli, əmək haqqı, yəni əmək haqqı ödəyim, əmək haqqı ödənişinə gedib. Gördünüz? Deməli, bu yazdım. Deməli, mən bura eyni anda gələcəm. Bura yazacağım ki, nə? 1000 manat. Əmək haqqı, məsələn, ödənişi. Pul nəyinə bax? Pul ya alışla bağlı, ya ödənişlə bağlıdır. Sonra gəldim növbətidə. Avadanlıq adlı mənim hesabım yoxdur. Bəli. Avadanlıq adlı hesabım yoxdur. Və yazarıq 5000. Kreditor borc adlı da mənim hesabım yoxdur. Avtomatik yaradırıq onu. 5000. Verilmiş borc adlı yeni hesabım yoxdur. Yenə verilmiş borc adlı bir hesab yaradırıq. Nə qədərdir? 1000 manat. Sonuncu bir dənə pul vəsait hesabım qaldı. Burada nə edirəm? Pul vəsait nə olub? Azalıb. Bəli. Sadəcə hara gedib vermiş borcu yazırıq. Gəlirik bura. Bizim bura kimi. Gəlirik bura. Yəni təkrar bura. $1000 manat burada. Dərsdə biz dedik ki, burada nə edirik? Baxın, burada belə bir şey ifadə eləmişdik. Baxın, nə edəcək? İndi debitdən cəmi bir toplayacaq, kreditdən cəmi bir toplayacaq. Gəlirik məsələnin tükütü hesabı mahiyyəti odur. Gəlirik bura. Açırıq kalkulyator. Məsələn. Lazım olsun. Lazım ehtiyac yox. Nə qədər elədi? 50.000. Aferin. 54.500. Burada nə qədər elədi? 6.000.
Nə qədər qalacaq? 48.500. Bax, qaydamız o ki, bax, biz buranı toplayacaq, debitlərdən kreditlər çıxacaq. Aktiv xərc dividenddən. Aktiv xərc dividenddən debitlərdən kreditlər çıxılır. Deməli, nə edəcəyik? Biz 54.500-dən 46.000 çıxır, qalır 48.500. Nizamlama kapital hesabı olduğunca, bura 0 olduğuna görə 10.000-dən 0 çıxana 10.000 qalacaq. Kreditdə yazacaq. Niyə? Çünki onlarda kreditdən debitə çıxırıq. Təhsil borcu da öhdəlik olan yenə o eyni şeydir, 20.000. Yəni, xanalan doğru yazmaq lazım. Mümkün növbətdə mərhələ səhvimiz var. Bank krediti öhdəlik olduğuna görə yenə 20.000-dən 0 çıxacaq, yoxdur. Mal ambarı aktiv hesab olduğuna görə 1500. 4.000-dən 2500 çıxacaq, 1500. SMM-də xərc olduğuna görə yenə 2500-dür və debit qalıqdır. Debitor borc, yəni 1000 manatdır. Mal gəliri, yenə kreditdir. Gəlir hesablar kreditdən debit çıxacaq. Yəni, olmaması 0 demək. Debitor borcda, yəni xidmət üzrə 500-dür. Gəlirimiz, yenə gəlir hesabı olduğuna görə nədir? 2000. Əmək haqqı xərcimiz, xərc hesabla aktiv kimidir, debitdən kreditdə çıxır. Avadanlıq, aktiv hesabımızda yenə 5000 olur. Niyə? Çünki debitdən kreditdə çıxır. Kreditor borc öhdəlik hesabıdır, kreditdən debit çıxır. Yəni, olmaması budur, məsələn, budur, bu bir şey olmaması 0 demək. Öhdəlik hesabında, öhdəlik hesablarına bax, necədir? Öhdəlik hesabı necədir? Bura daxil olduğuna görə kreditdən debit çıxırıq. Ona görə də biz burada 1500-dən 1000-i çıxacaq. Qalacaq 500. 500-ü də bura yazacaq. Nəticəsində artma aralığı haradır, sonra yarır. Verilmiş borçda da aktiv hesab kimi 10.000 debit.